Funksiya, funksiyanın limiti və ədəd ardıcıllığın limitinə aid olan test sualları davam eləyək. 216 nömrəli suala baxırıq. Deməli, burada nə etməliyik? 2 dənə ayrı-ayrı kəsirdə yaza bilərəm. Birinci n plus 2 faktorial, n plus 2 faktorialı böləndə 1 eləyər, çıxılsın. Daha sonra isə n faktorial bölünsün, n plus 2 faktorial. Bunu da elə n faktorial vurulsun, n plus 1, n plus 2 şəklində yazsam, n faktoriallar gedər, bərabərdir. Burada nə qaldı? 1 bölünsün, sonsuzluq qalır və o da bilirik ki, bu limit sıfıra yaxınlaşır. Ona görə də cavabımız elə 1 qaldı. 217 nömrəli sualda x sıfıra yaxınlaşanda arctangens 0, x 0, x kubu da 0 olduğuna görə L'Hopital qaydası tətbiq etmək olar. Tətbiq edək. Arctangensin teoreməsi 1 bölək 1 üstə gələk x kvadratıdır. X-in teoreməsi 1-dir. X kubunun teoreməsi isə 3x kvadratdır. Sadələşdirməyə çalışaq. Ortaq məxrəc gətirsəm, onlar 1 çıxılsın, 1 çıxılsın, x-in kvadratı bölünsün. 1 üstə gələk x kvadrat və vurulsun 3x kvadrat şəklində olar. Fikir versəz, birlər gedir. Mənfi x kvadrat da 3x kvadratı ilə ixtisar getsə, qalar sürətdə mənfi 1, məxrəcdə 1 üstə gələk x kvadrat və x sıfıra getsə, nə qalır burada? Mənfi 1 bölək 1. Yəni, cavab oldu mənfi 1. Bir dəqiqə, nəysə düz demədim. 3 var idi burada, 3. 3 var idisə, onda burada vurulsun 3 olur. Və bu da olur mənfi 3 1. Mənfi 3 1, indi düz oldu. Sonra 218 məşhur limitdir. Birbaşa deyə bilərik. Məşhur limitlərdə elə y üstündə burada 4 varsa 4 olar. Məxrəcdə 5 varsa 4 bölək 5 olar. Yəni y üstü 0,8. Heç nə. Burada artıq əlavə heç nə həll etmək lazımdır. A, B nəzər alın. Ardıcıllıq nə artandır, nə azalandır. Ardıcıllığın nə artan, nə azalan olması üçün məsələn ola bilər ki, onun işarəsi növbələşsin. Bu qaydanı deyə bilərik və bunu da harda alırıq? Yəni bir-bir yoxlaya bilərik əslində. Bunları tək-tək yoxlaya bilərik bu ardıcıllıqlara. Elə 1, 2, 3, yəni çox qiymət yox. Məsələn 3 və ya 4 qiymət verməklə bunu müəyyən etmək olar. Amma məsələn bu cavabda isə bu konkret olaraq görünür. N tək ədədlər olsa cavab mənfi 2 olar. Əgər n cüt ədədlər olsa burada müsbət 2 olur. Mənfi 2, müsbət 2, mənfi müsbət 2 işarə növbələşir. O səbəbdən bu ardıcıllıq nə artandır, nə də azalandır deyə bilərsiniz. 220 nömrəli sual funksiyanın qiymətlər çoxluğu soruşulur. Gəlin bunu məxrəcdə deməli a plus b kvadrat ifadəsi nəzər alaq. Burada nə alırıq? Sinus kvadrat x üstə gələk kosinus kvadrat x üstə gələk 2 vurulsun sinus x kosinus x və üstə gələk 2. Sinus kvadrat, kosinus kvadrat 1 eləyir. 1 ilə 2-ni toplayanda 3 eləyər. Burada alınır 3 bölünsün, 3 üstə gələk. 2 sinus x, kosinus x isə sizə verir sinus 2x-i. Və qiymətlər çoxluğuna indi baxa bilərik. Sinus x-in ümumiyyətlə alacağı ən kiçik qiymət mənfi 1 olduğunu nəzər alsaq, 3 çıxaq 1-dən bizdə qalır 2-də 3. Ən böyük qiymətin 1 olduğunu nəzər alsaq, 3 bölək 3 plus 1 isə eləyər 3 bölək 4. Deməli, qiymətlər çoxluğu 3-də 4 ilə 3-də 2 arasında olar. 3-də 4 ilə 3-də 2 arasında olur cavabımız. 221 nömrəli sual. Yenə də burada L'Hopital qaydası çox rahatlıqla tətbiq etmək olar. Çünki x-ə 0 verəndə 0 bölünsün 0 alınır bu misalda. L'Hopital qaydası tətbiq eləyək. Y üstü alfa x-in teoreməsi a-dırsa olsun a. A üstü x-in teoreməsi y üstü a-x'in özü və mürəkkəb funksiya olduğuna görə a üstü a-x'in da teoreməsi a olar. 3 vur x-in da teoreməsi 3 olar. Və bu limit nəyə bərabərdir? X-ə 0 versək, y üstü 0 1-ə bərabər olduğundan a bölək 3 qalır. Və cavabda 2 verildiyinə görə deməli a bərabərdir nəyə? 3 vur 2, 6-ya. Bir dəfə teoremi almaq olar ki, məşhur limit alaq. Bir dəfə teorem alaq. Bir dəfə buna qüvvət kimi baxacağım. Olacaq 2. Elə bil x kvadratın teoreməsi 2x olduğuna görə olur 2 sinus ax. Və mürəkkəb funksiya olduğuna görə sinus ax-ın teoreməsi olar kosinus ax.
Və bir də AX-ın törəməsi də elə olar A. A-nı da yazıram əvvəldə. Vuraq A. Bölək. 2x kvadratın törəməsi isə 2 yerində qalır. X kvadratın törəməsi 2x olur. Bərabərdir. Görək buradan nə aldıq? Buradan almışıq A vurulsun. 2 sinus AX kosinus AX-ı birləşdirib buna sinus 2AX deyə bilərəm. Sinus 2 alfanın düsturdur. Məxrəcdə isə 4A var. 4x var, üzr istəyirəm. Deməli, burada nə qaldı? X sıfıra yaxınlaşanda məşhur limit aldıq. Məşhur limit olur A vurulsun. Məşhur limit hissəmiz budur və buradan da A böl B qalır. Yəni 2A bölək qalmalıdır 4. Bərabərdir. Neçə verilib? Bizə 8 verilib. 8. 2 vurulsun 2A eləyər. 2'lər daha doğrusu qoy ixtisar geçsin. Qalır burada A kvadrat bölək 2 bərabərdir 8'ə. Deməli A kvadrat neçə eləyir? A kvadratı bu zaman 16 eləyər. Onda A da bərabər olar müsbət mənfi 4'ə. Budur sonuncu düzgün cavabımız da var. 223 yenə də olsun da, yəni təkrar suallardır, amma hər birisini həll eləyək. X sıfıra yaxınlaşanda sürətdə 1 çıx 1 0 alınır. Məxrəcdə də elə A vur 0 0 alınır. Deməli, L'Hopital qaydası tətbiq edə bilərək. 1'in törəməsi 0, kosinus x-in törəməsi mənfi sinus x. A vuraq x kvadratın törəməsi 2x bərabərdir. Məşhur limitdir, görürsünüz, yenə də sinus x böl x-a görə deməli 1 bölək A vur 2, yəni 2A qalır bu limitdə. Və buranı da 4 veribsə, onda 2A vuraq 4 bərabərdir 1'ə, A da bərabərdir 8'də 1'ə. Sürətli deyirəm, çox vaxt getməsin deyə. Amma sizin təkrar izləmək şansınız var, baxa bilərsiniz təkrar. Yenə məşhur limitdir, A böl 4 qalmalıydı buradan. A böl 4 2'də 1'dirsə, deməli A onda 2'dir. 225'i x sıfıra geçsə, elin 1 qeyri-müəyyənlikdir və 4x da əslində burada belə bir şey də yaza bilərəm. Gəlin bu 4x'i mən olar qüvvət şəklində yazım. Məncə yaza bilərəm. Hə. Buna yazaram elin 1 üstə gələk ax. Bu 1 böl 4x kimi baxa bilirəm də buna. 1 böl 4x olduğuna görə bu bunun qüvvətinə gəlir. 1 böl 4x. Belə bir şey olur. Və bu limit x sıfıra getdiyinə görə burada alınır elin, bu məşhur limitdir də, yəni y-dir. Y üstündə neçə? A-dırsa y üstü A böl 4'dürsə böl 4. Y üstü A böl 4. Oradan da nə qalır? Elin y bir-birinə apardığına görə sadəcə A böl 4 qalar. A böl 4 2'ye bərabər olduğuna görə deməli A neçədir? 8. Buyurun, bu da cavabınız. Məşhur limitdir 3 bölünsün 6, 2'də 1, 2'də 1 də 0, onda 5'dir. Burada teoremə tapmağı heç sizə məsləhət görmərəm. Əslində belə bir xahisə mən deyim ki, limit məsələn tutaq ki fx bərabərdir A-dırsa, limit fx-in tutaq ki n-ci dərəcədən qüvvəti varsa, buna siz bu şəkildə baxa bilərsiniz. Yəni limiti hesablayıb sonra qüvvətə yüksəldə bilərsiniz. Yəni nə demək istəyirəm? Burada baxın, görün kub alınır da, burada belə bir kub alınır. Limit 2x bölək sinus 2x'in kubudur bu ifadə, düzdür? Kubudur. 2x'in kubu 8x kub eləyər, sinus 2x'in kubu da sinus kubu 2x eləyər. Onda siz elə sadəcə burada baxın ki, bu 2x böl sinus 2x'in limiti nədir? Məşhur limitə əsasən A böl B-dir də, düzdür? 2 bölək 2 qalar da. 2 böl 2 də 1 eləyir, düzdür? 2 böl 2'nin kubu, yəni 1'in kubu, yəni elə 1. Baxın, burada L'Hopital qaydası tətbiq edib teorema ala getsiniz, məxrəcdə 3 sinus kvadratı kosinus x, sonra hasil kimi baxacaqsınız. Yəni bu biraz uzun olacaq. O yolu məsləhət etmərəm. Sadəcə qüvvət kimi baxa bilərsiniz ki, elə 2x böl sinus 2x'in kubudur əslində ifadə. 228 nömrəli sual tipində bir dənə sual var idi. Orada əvəz etmə istifadə etmişdim və demişdim ki, əvəz etməyə diqqət eləyin və siz də çalışın. O əvəz etmələri istifadə eləyin. X çıx p-yə bir dənə t deyə bilərəm. Onda x bərabər olur. P üstə gələk t-yə. Əgər x p-yə yaxınlaşırsa, onda t nəyə yaxınlaşır?
Pi-dən pi çıxanda 0 qalır. T 0-a yaxınlaşır. Sonra kosinus x nəyə bərabər olur? Bu kosinus x-a nə demişik? Pi plus t demişik. Kosinus pi plus t adı dəyişməyəcək. Çünki üstə pi olduğuna görə. Pi plus t 3-cü ribə düşür. 3-cü ribdə kosinus mənfi olduğuna görə qabağına bir dənə mənfi gələcək. İndi görün bu limitiniz necə bir forma aldı. Bu oldu 1 çıxılsın sinus x. Sinus t daha doğrusu çünki əvəz etmişəm. Bölünsün pi minus x elə t idi. T kvadratı. Baxın, belə bir limit aldıq. Limit nə? T 0-a yaxınlaşarsa. O da bərabərdir nəyə? Məşhur limitdir deyə bilmirəm, amma birdən bir çıxsam, bir dəqiqə, burada sinusa 0 verə bilirəm, T-yə 0 verə bilirəm. Yox, verə bilmirəm, məxrəcdə 0 yaranır. 1 bölsün. Bir dəqiqə, mən bunun adını niyə dəyişdim? Bu kosinus qalmalıydı. Dedim axı, adı dəyişmir, amma götürüb adını dəyişmişəm. 1 çıx kosinus t, pi-yə yaxınlaşan, 0-a yaxınlaşanda 1 çıx 1, 0, bölünsün 0. L'Hopital qaydası tətbiq edə bilirəm deməli. 1-in törənməsi 0, kosinusun törənməsi mənfi sinus t. Məxrəcin törənməsi isə 2t. İndi oldu. İndi məşhur limit burada oldu, yəni 2-də 1. Əsas görkəmli limitləriniz, məşhur görkəmli, yəni hansı adı istifadə edirsinizsə də, yəni odur, görkəmli limitlərdir, 2-də 1 alındı. Burada nə istifadə edə bilərəm? Burada tez alınsın deyə, bax, burada hansı qayda istifadə etsəm olar, y üstü. Bu sualı qaydaram, burada biraz qeyri-müəyyənlik yanır, bax, bu sualı qaydacam. 230 nömrəli sualı deyə bilərəm, qoy bunu deyim, bu biraz tezdir. Loqaritm pi əsasdan arckosinus x funksiyasının qiymətlər çoxluğunu tapın deyir. Qiymətlər çoxluğu o deməkdir ki, loqaritm nə alacaq? Bizim üçün önəmli odur. Burada baxaq. Birinci arckosinus araşdıraq. Arckosinus hansı qiymətlər alır? Arckosinus alır qiymətləri. Arcosinusun təyin oblastı və qiymətlər çoxluğunu müqayisə eləsək, arcosinus alır -1-dən -1 arasında qiymətlər. X-i, yəni bunun x-i -1 və -1 ola bilər. Amma arcosinusun özü isə mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər hər bir şey ola bilər. Amma burada nəzərə alaq ki, deməli, loqaritm pi əsasdan bir ifadə qiymətlər çoxluğunu istədiyinə görə biz pi-nin üstündə hansı qüvvətlər yaza bilirik? Hər bir şey yaza bilirik də əslində. Pi üstündə mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər hər bir şey ola bilər. Amma burada bizə məhdudiyyət yaradan arcosinus ifadəsinin özüdür. Yəni orada hər bir şey ala bilmir. -1, -1-ə də baxsaq, yəni demək istədiyim odur ki, əgər bu misalda loqaritm pi əsasdan sadəcə x ifadəsi olsaydı, onda mən bunun qiymətlər çoxluğunu mənfi sonsuzluq, müsbət sonsuzluq olduğunu çox asanlıqla götürə bilərdim. Amma buradakı bu x-in yerində arcosinus ifadəsidir. Ona görə arcosinusun burada aldığı qiymət mənə önəmlidir ki, mən bu mötərizə içində hansı qiymətləri yaza bilərəm, ümumiyyətlə nəyə ixtiyarım var. Arcosinusun qiymətləri hansılardır? 0-dan pi-yə qədər baxılır da qiymətlərinə, düzdür? 0 və pi. Bu mötərizənin içində mən 0-ı yaza bilmirəm. Yəni 0 mötərizə şəklində olur. Amma pi-ni yaza bilərəm. Və bu zaman loqaritma pi əsasdan pi nəyə bərabərdir? 1-ə. Deməli, bu funksiyanın ən böyük qiyməti 1 olmalıdır və 1-i alır. Və 0-pi aralığında isə bu pi-dən kiçik ədədlər olduğuna görə loqaritm pi əsasdan pi-dən kiçik qiymətlər aldığında onda bu bizə nə hansı ədədlər verəcək? 1-dən kiçik ədədlər verəcək, yəni kəsr ədədlər verəcək. Və bir də mənfi ədədlər bizə verə bilər. Ona görə də bizim cavabımız mənfi sonsuzluqdan bir şəklində götürə bilirik. Burada da məsələn tərs trigonometrik funksiya var, amma burada təyin oblastı soruşur. Təyin oblastı istəyəndə yenə nəyi nəzərə alaq? Arcsinus funksiyası -1, müsbət arasında qiymət almalıdır. Düzdür, təyin oblastı -1, müsbət 1-dir. Yəni x çıx 1, müsbət 1-dən kiçikdir, -1-dən böyükdür. Deməli, x kiçikdir, bərabərdir. Hər tərəfin üzərinə 1 əlavə eləsək, 0-2 arası. Bu arcsinusun ifadəsində.
Burada 3 funksiya var. Tərs trigonometrik funksiya, loqaritmik funksiya və nisbət funksiyası. Tərs trigonometrik funksiyanın təyin oblasının ala biləcəyi qiymətlərə baxdıq. Loqaritmik x funksiyasına əsasən x sıfırdan böyük olmalıdır. Bunu da nəzərə aldıq. Eyni zamanda nisbət məxrəc olduğuna görə loqaritma x sıfırdan fərqli olmalıdır. Onda x nədən fərqli olmalıdır? Loqaritmin əsası nədir? 10. 10 üstü sıfırdan fərqli olmalıdır. Yəni 1-dən fərqli olmalıdır. Deməli, x sıfırdan böyük olacaq. X 1-i almayacaq və x 0-la 2 arasında olmalı. Deməli, bunların hamısını birləşdirsək nə alırıq? 0-ı almır, 0-dan 1-ə qədər gedir. 1-i almır və 1-dən 2-yə qədər davam eləyir. 232 nömrəli sualda nə edərlər? Ən böyük üslü qüvvətə bölərlər. Yəni, burada ən böyüyü 5x olduğuna görə hər tərəfi 5x-ə böləcəm. Alınacaq 1 bölək 5-də 4 üstü x, 3 bölək 5 üstü x çıxılsın 1 bərabərdir. Kəsir. Kəsirin qüvvəti sonsuz olaraq böyüyəndə bu kəsir onsuz da sıfıra gedir və 1 bölək sonsuzluq o da sıfıra gedir. Deməli, cavabda nə qalır? 1 bölək -1. Yəni, cavabımız -1. Ona görə də birbaşa yadda saxlayın ki, ən böyük qüvvətlərin əmsallarını götürə bilərdiniz. 1 böl -1 olaraq da qəbul eləyə bilərdiniz bu sualı. 233 nömrəli sual. Hasan sualda əslində loqaritm 3 əsasdan 27 nəyə bərabərdir? 3 üstü neçə? 27 eləyir 3. Yəni, bunun cavabı elə 3 oldu əslində. 234 nömrəli sual. Əslində bundan izah elədim, dedim bayaqları, bunu həll etməsəz də olar. Sürətin qüvvəti, sürətdəki çoxhədlin qüvvəti məxrəcdəki çoxhədlin qüvvətindən kiçikdirsə, deməli burada nə yaranır? 1 böl sonsuzluq yaranır və bu limit sıfıra bərabərdir. Məxrəc daha sürətdən böyüyür. 235-i teorem əsasında deyə bilərik. Teoreməsini tapmaqla məncə deyə bilərik. L'Hopital qaydası tətbiq etmək olar. Ya da ki, yox, L'Hopital qaydası tətbiq etmirəm. Bura ilə həm sürəti, həm məxrəci kök 6x-a bölürəm. Burada alınar 1 çıxaq 3 böl x. Teoremi tapmaq lazım deyil x. 3-ə yaxınlaşmır ki, x 3-ə yaxınlaşsaydı teoremi tapardım. Və burada alınır kök 6x x-a böləndə 1 çıxılsın 3 bölək x. Belə bir ifadə alındı. X sonsuza yaxınlaşanda 3 bölü x sıfıra yaxınlaşır. 3 bölü x sıfıra yaxınlaşır. Cavab qalır 1 böl 1. Yəni 1. 236-dan dedim, təkrar edirəm. Ən böyük üslü qüvvətin əmsallarını saxlaya bilərsiniz. 1 böl -1, 1. Ona görə ki, sürət də məxrəci də 3 üstü x-a bölürəm. 1 üstə gələk, 3-də 2 üstü x yaranır. Burada aşağıda da 2 bölək 3 üstü x çıxaq 1. Və bunları dedikdə bunlar sıfıra gedir. Ona görə 1 böl -1 cavabda da -1 qaldı. Sonra baxaq o biri sualınıza. Nə demək olar burada? Burada variantlar çoxdur. Qoşmasına vursam nə olar? Vura bilərəm qoşmasına gələsən. X kvadratlar gedəcək. Sürəti məxrəci məsələn x-a da bölə bilərəm. Yəni ən yaxşı sürət də məxrəci də x-a bölüm. Sürət məxrəci x-a bölmək kök 6 ifadəni x kvadratına bölmək deməkdir. Burada qalar 1 bölək 6 böl x kvadrat. Çıxaq x-a bölsəm 1. Məxrəc də qalır 4 üstə gələk 1 bölək x. X sonsuzluğa yaxınlaşanda 0, 0. Qaldı 1 çıxaq 1 bölək 4. Cavab 0. Məxrəc qeyri-müəyyənliklərin alınmasından azad olmaqdır. 238-ə baxaq. 238-ə neyini yaram? 238-də sürət də məxrəcdə məsələn x kvadratına bölərəm. X kvadratına bölmək kök 6 ifadəni x üstü 4-ə bölmək deməkdir. 1 çıxaq 3 böl. X kubu çıxaq 3 sürətdə qalar. Məxrəcdə kub olduğuna görə, yəni x üstü 6-ya bölürəm deməkdir. 27 2 bölək x üstü 6 plus x kvadratına bölmüşəm də düzdür. 2 böl x burada qalar. 5 böl x kvadrat burada qalar. Sıfıra gedir, sıfıra gedir, sıfıra gedir, sıfıra gedir. Sürətdə nə qaldı? Sürətdə qaldı 1 çıx 3. Məxrəcdə isə qaldı kub kök 6-da 27, yəni 3. Cavab da elədi -3-də 2. -3-də 2. 239 nömrəli sual tərs funksiyadır və üslü funksiya var, həm də nisbət funksiyası var. 3 dənə funksiya var, 3-ünə nəzər alaq.
Arcsinusdan başlayıram. Arcsinusu demişdik, -1 ilə -1 arasında qiymət almalıdır. Hər tərəfi 3-ə vuraq və 1 çıxaq. X kiçikdir, bərabərdir 2-dən, x böyükdür, bərabərdir -4-dən. Sonra nisbəti nəzərə alaq. X çıx 1 fərqlidir 0-dan. Deməli, x fərqli olmalıdır 1-dən. Başqa bir şey qalmadı ki, məncə heç nə qalmadı. Deməli, -4 ilə 2 aralığına baxmalıyam. Orada sadəcə x-i 1 götürməməliyəm. Bu da sizin doğru düzgün cavabınız oldu. 240 funksiyon kəsilmə nöqtələri və onların xarakteristikaları. Gəlin baxaq. Bu məşhur limit ala bilirik də burada. Bu məxrəci sıfıra çevirən qiymətlər hansılardır? Məxrəci sıfıra çevirən qiymətlər sinus x-i 0 edən qiymətlərdir. X sıfırda da 0 alır, amma x 0 olanda bu limit var və limit 1-ə bərabərdir. Deməli, x bərabər 0 nöqtəsi aradan qaldırıla bilən kəsilmə nöqtəsidir. Amma sinus təkcə 0-da yox, sinus ümumiyyətlə pikalarda 0-a bərabər olur. Sinus pikalarda məxrəc 0 olacaq, sürət isə 0 olmayacaq. Ona görə də burada sağ-sol limitləri araşdırasaq, görərik ki, o limitlərdən hər hansı biri ya yoxdur, ya da qeyri-müəyyənlikdir. Ona görə də bu ikinci növ kəsilmə nöqtəsinin tərifinə uyğun gəlir. Əgər sağ-sol limitlərdən hər hansı biri yoxdur və ya qeyri-müəyyənlikdirsə, deməli ikinci növ kəsilmə nöqtəsidir. A üstü x minus 1 böl x-a baxaq. X 0-a yaxınlaşanda burada nə alınır? Alınır 1 çıxaq 1 bölək 0. 0 böl 0 olduğuna görə L'Hopital qaydası tətbiq etmək olar. A üstü x-in teoreməsi A üstü x elin A-dır. X-in isə teoreməsi 1-dir. Elin A. Və burada x-a 0 vermək olar. A üstü 0 elin A. A üstü 0 1 olduğundan cavab olur elə elin A. 242. 242-də neyini yaram? 242-də məsələn x 0-a gedəndə elin 1 0-dır. 0 bölü 0 alınır, teoremə tapa bilərəm əslində. Elin x-in teoreməsi 1 bölü 1 plus x-dir. 1 plus x-in də teoreməsi 1-dir. Heç nə dəyişmədi. X-in də teoreməsi 1-dir. Deməli, cavab qaldı 1 bölək 1 üstə gələk x. X-a 0 versək nə olar? 1 bölək 1 qalar, o da 1 eləyər. 243-ə baxaq. Arktangens. Arktangens mənfi pi bölü 2, müsbət pi bölü 2 arasında qiymət alır. Və ona görə də əgər müsbət sonsuzluğa gedirsə, deməli cavab elə müsbət pi bölü 2 olacaq. Burada mənə elə gəlir başqa bir şey deməsək də olar. Yəni sadə olaraq belə yadda saxlaya bilərsiniz. 244-də teoremə ala bilərəm. Loqaritm x ifadəsinin teoreməsi 1 bölü 1 plus x-dır və bir də məxrəcdə olacaq buraq elin a-ya. X-in isə teoreməsi 1-dir. X-a indi 0 verə bilərəm. X-a 0 verəndə olur 1 vuraq elin a. 1 bölək elin a olur. Və bunu dəyişməyə icazəmiz var. 1 bölünsün loqaritma y əsasdan a-dırsa, bu bərabər olur loqaritma a əsasdan y-yə. Xassəni bilirsiniz. Cavab belə verdiyinə görə, ona görə məxrəclə sürətin biz bu zaman yerini dəyişdik. 245-ə baxaq, funksiyanın qiymətlər çoxluğu. Burada maraqlı bir şey var, onu mən sizə xatırladım. Burada xatırlayırsınızsa, mən həm sürəti, həm məxrəci neyə bilərəm? X-a bölə bilərəm. 1 bölək 1 böl x üstə gələk x, belə bir ifadə yaranır. Və xatırlayırsınızsa, ifadənin x-in özü və onun tərsi. Bu hansı aralıqda qiymət alır? Ən böyük qiyməti 2, ən kiçik qiyməti -2. Düzdür, ən böyük qiymət 2, ən kiçik qiymət -2. Bu şəkildə olduğuna görə biz burada ifadəyə 1 böl -2 və 1 böl müsbət 2 deyə bilərik. Yəni -0,5, müsbət 0,5. Bunun niyə belə olduğunu əslində funksiyanın böhran nöqtəsi ekstremumlarını keçəndə deyəcək, amma indidən demək istəyirəm ki, bunu bu qayda ilə yadda saxlayın. Özü və tərsidirsə, bir dəfə -2 alır, bir dəfə müsbət 2 alır. Bunu buradan belə yadda saxlasanız yaxşı olar. 246 nömrəli sual. Kəsilmə nöqtəsi, kəsilmə nöqtəsinin xarakterini təyin edin. Burada görünür əslində. Görünür ki, x bərabər 0 kəsilmə nöqtəsidir, düzdür. X bərabər 0-ı ala bilməz. Amma x bərabər 0-da limit var. Limitin özünü birbaşa əslində ala bilmərəm, amma sağ-sol limitlərə baxa bilərəm. Məsələn, əslində x bərabər 0, -1 böl -. Bu sağ və sol limitlərə baxa bilərəm. Əgər x-in qiymətini
sıfırdan böyük olaraq versəm, yəni limit x yaxınlaşır 0 müsbət yazsam nə alır burada? Burada alır 1 çıxılsın, yeni məxrəcə salmaq istəyirəm. 1 bölə y üstü 1 böl x kvadrat şəklində baxıram. Və burada fikir versəniz, burada x-a müsbət qiymətlər verdikcə, məsələn, sıfırdan böyük qiymətlər verirəm də bura. 1 bölünsün sonsuzluq yaranır. 1 böl sonsuzluğun limiti nəyə bərabərdir? 0-a. Ona görə də burada limit 1 olur. Mən eyni zamanda burada limit x yaxınlaşır 0 çıx. Yəni sol limitə baxsam, yenə eyni ifadəni alıram. Məsələn, 1 çıxılsın y üstü, yenə də 1 böl x kvadrat. X-a mənfət ədlərdə versəm 1 böl x kvadrat müsbət qiymət alır və 1 böl sonsuzluq 0-a getdiyinə görə yenə də limit 1 olur. Və mühazirənizdə belə bir teoreminiz var idi ki, funksiyanın sağ və sol limitləri bir-birinə bərabərdirsə, o elə onda funksiyanın özünün həmən nöqtədə limitidir. Yəni əslində bu ilə x 0-a gedəndə bu funksiyanın öz limitidir ki, bu 1-ə bərabərdir və ona görə də biz buna aradan qaldırıla bilən kəsilmə nöqtəsi deyə bilərik. Sonra 247-yə də baxın. 247. Fikir versəz, burada ixtisar etmək olar. 1 üstə gəl x, məxrəci qruqlarına ayıranda 1 üstə gəl x, 1 çıxaq x plus x kvadrat, a kubu üstə gəl b kubu düsturundan istifadə elədik. Burada görünürdü ki, x bərabərdir -1, əslində kəsilmə nöqtəsi, çünki məxrəcə -1 verə bilmirdik. Amma biz bu ixtisarı aparandan sonra bu limiti təyin eləyə bilərik. Limit x -1-ə yaxınlaşanda bu ifadə qalır. 1 bölək 1 minus x olacaq 1 plus x. X-in də kvadrat, o da 1. Yəni 3 də 1 eləyir. Limit var. Bu nöqtədə limit olduğuna görə, kəsilmə nöqtəsinə limit olduğuna görə buna nə demişik? Demişik, aradan qaldırıla bilən kəsilmə nöqtəsi. Çünki funksiyanın sonlu limiti var. X 1 üstə gəl, yenə də deyirəm, nə demək idi? Sağ limitdir. Yəni bu deməkdir ki, x-a 1-dən böyük qiymətlər verəcəyik. Biz x-a 1-dən böyük qiymətlər verdikcə, burada arktangens nə alır? Mənfi qiymətlər almalı olacaq və arktangens mənfi sonsuzluğa gedəndə nə alır? Mənfi pi bölü 2 alır. Əgər müsbət sonsuzluq olsaydı, müsbət pi bölü 2 olardı. Ona görə də bu limit mənfi pi bölü 2-yə bərabərdir. Çünki arktangens mənfi qiymətləri yaranmış oldu. 249-dayıq. 249-da x müsbət sonsuzluğa gedir. Bunu nə etmək olar? Bunu məsələn bu civarda baxmaq olar. Ortaq məxrəc getmək olar burada. A və B-ni tapın deyə soruşulur. Baxaq görək nə alırıq burada. X kvadrat üstə gələk 1 çıxaq. AX kvadratı çıxaq AX çıxaq BX çıxaq B. Məxrəci də x plus 1 var. Bərabərdir 0 qalıb. Bərabərdir 0 qalıbsa deməli burada hansı yanaşma var? Deməli burada x kvadrat ifadələri olmamalıdır. Yəni x kvadratını çıxartsam 1 çıx a bərabərdir 0 olmalıdırsa, deməli a bərabər 1 olmalıdır. A bərabər neçə variantda var? Onsuz da bir variantda varsa, heç yəni artıq b-ni tapmasaz da onda olar. 250-ni də deyim. 250. 250-ni nə etmək olar? 250-yə fikir versəz, biz burada teoremə x-a 1 versək 1 çıx 3 üstə gəl 2 0 eləyir. 1 çıx 4 üstə gəl 3 o da 0 eləyir. L'Hopital qaydası tətbiq edə bilərik. Sürətdən ayrıca teorem alaram. Məxrəcdən ayrıca teorem alaram. Sürətdən teorem alsam 3x kvadratı çıxaq 3. Məxrəcdən teorem alsam 4x kubu çıxaq 4. Və yenə də x-a 1 versəm, yenə də 3 çıx 3 0, 4 çıx 4 0 alınır. Onda bir dənə də teorem alacam. Alınacaq 6x bölək 12x. İxtisar gedəcək, qalacaq elə 2-də 1. Bu da sizin cavabınız. Burada deyəsən arada bir dənə sual qaldı. Qoy sualın nömrəsini tapım. Question saydı, səhv eləmirəmsə o sualı izah edəcəm sizə.